Hörmətli tamaşaçılar, gününüz aydın. Xoş gəlmisiniz İqtisadi Foruma. Bugünkü söhbətimiz asan xidmət haqqında olacaq. Bu mərkəz haqqında olacaq. Ancaq söhbətə keçməzdən öncə mən həmişə kimi qonaqlarımızı sizə təqdim etmək istərdim. Məndən solda Əliməmməd müəllim Nuriyev əyləşib. Əliməmməd müəllim Konstitusiya Araşdırmalar Fondunun sədridir. Məndən sağda Azad müəllim Cəfərli əyləşib. Azad müəllim Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin rəhbəridir. Azad müəllimin sağında Zaur müəllim İbrahimli əyləşib. Zaur müəllim Konstitusiya Araşdırmalar Fondunun ekspertidir. Hörmətli qonaqlar, xoş gəlmisiniz İqtisadi Foruma. Sizi burada görməyə çox şadıq. Və bugünkü söhbətimiz mən əminəm ki, bütün tamaşaçılarımız üçün çox maraqlı olacaq. Çünki söhbətin mövzusu hamımızın dəfələrlə rastlaşdığımız çətinliklərin necə aradan qaldırılması imkanları yaradılır artıq. Bu barədə gedəcək. Yəni dövlət qurumları ilə adi vətəndaşların münasibətləri necə asanlaşdırıla bilər? Bax, buna nəzər yetirəcəyik. Bildiyiniz kimi, keçən il Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 13 iyul 2012-ci ildə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən və fərmanın adı belədir. Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərən xidmətlərin təkmilləşdirilməsi haqqında. Və bu fərmanla müvafiq dövlət agentliyi yaradılmışdı. Keçən ilin sonunda biz burada Əliməmməd müəllim ilk dəfə olaraq bu barədə söhbət aparmışdıq sentyabr ayında və o vaxt biz belə qənaətdə idik artıq ki, yaxın zamanlarda bu mərkəzlər agentlik işə düşəndən sonra belə mərkəzlər ölkəmizdə açılmağa başlayacaq və vətəndaşlarımız bu mərkəzlərin göstərdiyi xidmətlərdən faydalana biləcəklər. Bizlər çox vaxt müxtəlif dövlət xidmətlərindən istifadə edirik. Gəh hansısa arayışı almaqla, gəh deyək ki, şəxsiyyət vəsiqəsi, xarici pasport, bir çox xidmət növləri var ki, biz bu xidmət növlərini əldə etmək üçün bu və ya digər dövlət orqanlarına müraciət edirik. Fərmanın mahiyyəti isə bundan ibarət idi ki, bütün bu xidmət növləri hamısı vahid bir mərkəzdə cəmləşsin və vətəndaş yalnız bir yerə müraciət etsin, bir dövlət qurumuna müraciət etsin. Oradan-buradan arayış toplamaq, hansısa sənədlər əldə etməklə məşğul olmasın, vaxt itirməsin və ən əsası əsəb itirməsin. Əliməmməd müəllim, biz sizlə bu yaxınlarda həmin mərkəzdə olduq, onun işini müşahidə etdik. Sizin gözləntilər doğruldumu? Mən ilk növbədə qeyd etməliyəm ki, Azərbaycan Respublikasında vətəndaşlara xidmət və sosial innovasiyalar agentliyinin yaradılması idarə etmədə keyfiyyətcə, tamamilə keyfiyyətcə yeni bir idarə etmə usulunun ortaya qoyulması nümunəsidir. Və bu agentlik yaradılarkən heç şübhəsiz ki, bizim bir çox gözləntilərimiz vardı və təsadüfi deyil ki, bu agentlik hələ yaradılmamışdan bir qədər qabaq Konstitusiya Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Təşkilatının Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə dövlət orqanları tərəfindən pullu xidmətlərin idarə edilməsi, şəffaflıq və keyfiyyətin artırılması ilə bağlı bir layihənin icrasına başladı və elə oldu ki, biz bu layihəyə başlayarkən diqqətimiz dövlət orqanlarının tərəfindən həyata keçirilən xidmətlərin keyfiyyətini təkmilləşdirməsi ilə bağlı təkliflər hazırlaması idi. Elə bu anda da, bu ərəfədə də Azərbaycan Respublikası Prezidenti tərəfindən belə bir agentliyin yaradılması ilə bağlı bir fərman imzaladı. Bizi çox bu əlbəttə ki, sevindirdi. Və dərhal biz bütün fəaliyyətlərimizi bu layihə çərçivəsində bu xidmətdə hansı töhfələri verə biləcək vətəndaş cəmiyyəti bu istiqamətdə çalışmalar başladıq və bir çox ölkələrin təcrübəsini öyrəndik, 9 ölkənin və eyni zamanda həmin agentliyin
əsasnaməsinin hazırlanması ilə bağlı öz layihəmizi təqdim etdik. Hansı xidmətləri göstərməsi, bununla bağlı da öz təkliflərimizi verdik. Demək olar ki, ilkin gözləntimiz vardı ki, bununla bağlı. Bu gözləntiləri biz artıq gördük ki, cəmiyyətdən gələn təşəbbüslər də bu cənab prezidentin siyasi iradəsinin ifadəsində bir daha belə deyək ki, kompleks şəkildə özünü əksini tapdı. Bu baxımdan, yəni bu agentliyin yaranması özü hesab edirəm ki, bir innovasiya idi və hökumətin yeni modelə keçidinin xəbərdarlığı idi və başqa sözlə desək, həm də yeni bir övladın idarə etmə əsasında meydana gəlməsinin əsası idi. Və sonradan çox sıx sürətdə həmin agentliklə, həmin biz fəaliyyətimizi qurmağa çalışdıq və oradan da adekvat reaksiyalar gəldi, bizim təşəbbüslərimiz diqqətə alındı və çox sürətlə bu agentlik öz fəaliyyətini qurmağa başladı. Biz təsəvvür edin ki, 2 ay 15 gün müddətində bu agentlik öz fəaliyyətini qurdu. Azərbaycan təcrübəsində belə bir hal olmamışdı ki, yeni agentlik yaradılarkən belə qısa bir müddətdə öz işini təşkil edə bilsin. Bu birinci belə müsbət nümunələrdən biri idi və eyni zamanda siyasi iradənin nəticəsi idi. İkinci tərəfdən, Azərbaycan vətəndaşı uzun müddətdir ki, onun həsrətində idi ki, dövlət orqanları tərəfindən onlara göstərilən xidmətlər həm keyfiyyət baxımından yüksək olsun, həm burada şəffaflıq baş versin, həm burada korrupsiya sövdələşmələri olmasın, həm vətəndaşla münasibətdə onun məmnunluğunu təmin edən şərait yaradılsın, eyni zamanda ondan ləyaqətlə davranılsın. Həm də agentliyin əsas məqsədlərindən biri və fəaliyyət prinsipləri də bunlardır. Və biz bunu agentliyin fəaliyyətində gördük. Agentlik bugün yaradıldı, sonra onun asan xidmət, onun əsas strukturlarından biri olan asan xidmət yaradıldı və fəaliyyətə başladı. Asan xidmət həm də əvvəl 2 rayona xidmət göstərilməsi pilot bir layihə kimi meydana çıxdı. Daha sonra da artıq o Nəsimi Nərimanovla yanaşı Binəqədi rayon əhalisinə də xidmət göstərir. Və bu xidmətləri biz eyni zamanda bilavasitə müşahidə etdik ki, bu xidmətlər necə həyata keçir? Doğrudan mı burada şəffaflıq vardı mı? Bu günləri mən tam əminliklə deyə bilərəm. Eyni zamanda vətəndaşlarımıza bunu belə açıq ürəklə deyə bilərəm ki, burada tam şəffaflıq hökm sürür. Şəffaflıq təkcə xidmətlərin göstərilməsi ilə bağlı deyil, onun məzmununda deyil. Eyni zamanda şəffaflıq həm də bütövlükdə bu Asan Xidmət Mərkəzinin dizaynında da özünü göstərdi. Asan Xidmət Mərkəzində işçilərin toplanmasında, yəni imtahanların şəffaf prosesdə həyata keçirilməsində də özünü göstərdi. Asan Xidmət Mərkəzində həm də yeni qaydada könüllülərin cəlb edilməsi prosesi. Bu da çox mühüm bir amildir. Dövlət orqanının heç birində mən belə bir hal görməmişdim. Ki, yəni indi də müşahidə olunmur. Könüllülər cəlb olundu bu prosesin təşkilinə. Bu da çox vacib olan məsələlərdir. Bütün proseslər, yəni Asan Xidmət Mərkəzinə daxil olandan sonuna qədər xidmətlərin həm göstərilməsi prosesindən bütövlükdə tam surətdə açıqlıq formasında həyata keçirilir. Bütün proses video alınır. Bu da çox vacib olan məsələdir ki, yəni ikinci tərəfdən vacib olan məsələ proses deyəndə yəni ki, vətəndaşın xidmətlərin alınması ilə bağlı bütün proses agentliyin bütün münasibətləri hamısı şəffaf şəkildə qeydə alınır. Digər tərəfdən əsas məsələ nə idi? Biri, vətəndaşın vaxtına qənaət etmək və onun vəsaitlərinə qənaət etmək. Bu proses həyata keçirilir. Necə həyata keçirilir? Yəni bunun mən istərdim ki, biraz açıqlanım, qoy bizim vətəndaşlarımız bir daha eşitsinlər. Yəni biz uzun müddət onun şahidi olmuşduq ki, dövlət orqanının xidmətini istifadə etmək gələrkən gəlirik bir məmur bizi nə cür qarşılayır, hamı təsəvvür eləyir. Bundan başqa hələ bir onun bir müddət qapıda gözlətməsi. Başqa bir tərəfdən onu qəbul edəndən sonra hələ baxır bir sənədləri belə vərəqləyib, deyir ki, bir neçə gündən sonra gələrsən bu filan sənədləri tapmaq lazımdır, gətirmək lazımdır. Bu da bir əlavə. Üçüncü tərəfdən hələ burada birbaşa təmas olur ki, burada eyni zamanda digər negativ hallar üçün geniş imkan yaradır. Bəzi hallarda məmur bilərəkdən o şəraiti yaradırdı ki, vətəndaş o işin sürətlə görülməsi ilə bağlı qeyri-qanuni ödənişlər etsin. Bax, biz məmurla rastlaşanda belə bir obrazın, belə bir vəziyyətlə rastlaşırdıq. Amma burada nə baş verdi? Burada vətəndaş həmin Asan Xidmət Mərkəzinə daxil olanda çox nəzakətli gənclərdən ibarət bir insanlar onları qarşılayır, gülər üzlə qarşılayır və dərhal
onun hansı xidmət alması ilə bağlı maraqlanır ki, siz hansı xidməti götürmək istəyirsiniz və onu dəvət edir. Orada müasir texnologiya əsasında qurulmuş aparatlar var. Ya vətəndaş həmin aparata yaxınlaşır, şəxsiyyət vəsiqəsini çıxardır və şəxsiyyət vəsiqəsini çıxardan kimi orada artıq onun bütün məlumatları görünür və orada hansı xidməti seçməklə bağlı da var. O xidməti seçir, xidmətlə bağlı bütün orada zəruri olan məlumatlar var. Və daha sonra isə növbəsini götürür, növbə orada qeyd alınır. Və bundan sonra vətəndaş müvafiq pəncərəyə yaxınlaşır, qeyd gəlmişində müvahid pəncərədir burada. Və yaxud da ki, əgər bir qədər çox növbə varsa, orada gözləmək üçün əlverişli şərait var. Yəni, vətəndaş orada vaxtını boş keçirmək. Əgər o övladı ilə gəlibsə, uşaqların, az yaşlı uşaqlarla gəlibsə, uşaqlar üçün atraksiyon var orada. Orada dayə məşğul olur. Bu da çox vacib olan məsələ. Xidmətin keyfiyyətinə təsir göstərən. Başqa bir məsələ onunla bağlıdır ki, o bütün, belə deyək, əməliyyatları, əgər vəsaitlərin ödənilməsi ilə dövlət rüsumu ödənir, o dövlət rüsumunu da lövhədə daimi olaraq göstərir ki, hansı xidmətə görə dövlət rüsumu nə qədərdir. Tutaq ki, mən pasport almaq istəyirəm, ümumi vətəndaş, orada qiymətlər var. Sürətlə alanda hansı qiymətlərdir, bir ay müddətində alanda hansı qiymətlərdir və ya sürücülük vəsiqəsini dəyişdirim onu. Yəni, bu məsələlər orada tam aydın şəkildə. Digər tərəfdən vətəndaş yaxınlaşıb dövlət rüsumunu artıq məmura ödəmir. O gedib, təmin elə xidmətdə bank fəaliyyət göstərir, o bankı ödəyir. Əgər onun nağd varsa, oraya ödəyir, qəbzi alır və yaxud da ki, orada köşklər var, kartla oraya köçürür. Yəni, məmura qəti olaraq qadağan edilir ki, vətəndaşdan vəsait alsın nağd. Bu, çox vacib olan məsələdir. Yəni, burada o korrupsiya sövdələşmələrin artıq imkan yoxdur. Bundan başqa bir variant ondan ibarətdir ki, ümumiyyətlə, vətəndaş evdə 108 çağrı mərkəzi var bu xidmətin. Ora zəng etməklə növbəyə yazıla bilər. Mən saat 3-də, 4-də istəyirəm ki, gəlib şəxsiyyət vəsiqəsi və yaxud doğum şəhadətnaməsi və s. və ilə axırıb digər. Orada bütövlükdə 23 xidmətə daxil olan 55 xidmət həyata keçirilir. Bununla bağlı. Bu baxımdan da onun üçün rahatlıq yaranır ki, artıq saat 3-də, 4-də gələndə dərhal o növbəsinə uyğun olaraq müvafiq pəncərəyə yaxınlaşır və o xidməti almaq imkanına malikdir. Bu da çox vacib olan məsələlərdən biridir. Vətəndaş tutaq ki, orada növbədə qaldığı müddətdə gedib internetdən istifadə etməklə digər xidmətlər nədir? Onun mahiyyəti nədən ibarətdir? Nələr etmək lazımdır? Bunu almaq imkanına malik olur. Bu da və yaxud da ki, tutaq ki, orada pasport üçün yenə deyirəm, şəkil çəkdirmək lazımdır. Qan analizi orada həmin var, dərhal daxil olur. Daha getmək lazımdır, axtarmaq lazım şəhərin müxtəlif hissələrinə getmək. İndiki halda, ümumiyyətlə, Bakıda bu tıxacların mövcudluğu şəraitində bununla bağlı. Əgər onun hər hansı bir problemi varsa həkimlə bağlı, həkim orada var. Bir məkanda olmaqla çoxsaylı xidmətlər almaq və bunu vaxtında almaq və hər hansı belə deyək, kobudluq edilmədən bunu almaq, bütün bunlar nədir? Vətəndaşa xidmətin göstəricisidir. Eyni zamanda vətəndaş məmurluğun təmin edilməsinin vasitəsidir. Və Azərbaycan vətəndaşı da bunu arzuluyurdu. Mən hesab edirəm ki... Sizin gözləntiləriniz... Mənim gözləntilərim doğrulmaqdadır və hesab edirəm ki, bu proses daha da təkmilləşməyə doğru gedəcəkdir və eyni zamanda təkcə Bakı şəhərinin yox, mən bilirəm ki, Azərbaycanın bütün regionlarına əhatə edəcəkdir. İlin ortasına qədər Sumqayıt və Gəncədə də bunun qurulması məsələsi var. Eyni zamanda ilin sonuna qədər digər regionlarda Bakı şəhərini tamamilə əhatə edəcəkdir. İstəyirəm bu anı xüsusi olaraq qeyd edeyim. Gözdən zəif görən və digər əllər üçün onlar rahat şəkildə, heç kəsin köməyi olmadan oradan o xidmətlərdən almaq imkanına malik olacaq. Yeri gəlmişəm bir məqamı da xüsusi olaraq qeyd etmək. Bütün bu prosesləri görəndə bütövlükdə istər vətəndaşlar, istərsə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, donorlar da bu məsələ öz yardımlarını edirlər. Məsələn, mən bilirəm ki, Avrasiya Əməkdaşlıq Fondu tərəfindən o gözdən əlillərlə bağlı müvafiq avadanlıqların verilməsi onlar tərəfindən həyata keçirilib. Yəni onlar da dəstək. Yəni vətəndaş burada görür ki, onun üçün hər tərəfli şərait var. Bu siyasətin həm həyata keçirilməsində iştirak edir, həm məmun olur, həm də bütövlükdə Azərbaycanda artıq yeri gəlmişkən onu da qeyd etmək istədim. Bunu sonuncu deyirəm, bir məqamı qeyd edim. Digər dövlət orqanları da mən hesab edirəm ki, bundan nümunə götürməlidirlər. Vətəndaşlarla belə davranmaqda
şəffaflığı təmin edilməyi ilə bağlı. Mən hesab edirəm, gəlsinlər bir asan xidmət mərkəzləri, bir qədər praktika keçsinlər məmurlar. Çox yaxşı olur. Və bu xeyli dərəcədə onlara fayda olur. Eyni zamanda həyata keçirilən siyasətin də tələblərinə cavab verir. Təşəkkür edirəm Əli Məmməd müəllim. Hörmətli tamaşaçılar, müzakirəmiz davam edir. Mən istərdim Azad müəllim, xahiş edəcəm rejissordan ki, bir balaca klip də burada göstərilsin. İnsanlara həmişə müxtəlif sənədlər lazımdır. Hansısa arayış və ya qeydiyyat. Həmişə də bu sənədlər olduqca təcili əldə edilməlidir. Sənəd üçün tələb olunan rüsumu ödəməlisən. Surətlərini təsdiq etdirməlisən. Rəis imza atmalıdır. Əgər yaşadığın yerdə qeydiyyatda deyilsənsə, ölkənin müxtəlif yerlərində olan idarələri gəzməli olursan. İş günləri olmayanda isə gözləməlisən. Artıq sənə lazım olan bütün xidmətlər bir arada olacaq. Bir məkanda və həftənin istənilən günündə. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi. Asan xidmət. Əli Məmməd müəllim bayaq qeyd etdi ki, qısa bir müddətdə bunlar hamısı həyata keçirildi. Oradan da fantastik bir vaxt çərçivə, 2 ay yarım, 3 ay ərzində böyük bu, necə deyim, kompleks quruldu. Bu xidmətlər artıq göstərilir. Çünki çox mürəkkəb məsələlər, mən deyərdim ki, bu qısa müddətdə həll olunmalı idi və nə yaxşı ki, həll olundu. Binanın tapılması, kadrların seçilməsi, işə qəbul edilməsi, onların müxtəlif təlimlərdən keçirilməsi, kompüter avadanlığı, təcizat, proqram təminatı, yəni nə qədər iş görülüb, bu necə mümkün olub, hardansa hazır mı sistem götürülüb, yoxsa ki, çox uğurlu bir strategiya öncədən hazırlanmışdı, hətta bəlkə də prezidentin fərmanından öncə. Belə idim, çünki çox qısa müddətdə bunlar həyata keçirildi. Gözlənilməz. Buyurun. Birinci növbədə qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun Asan Xidmət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin fərmanları əsasında 2012-ci ildə yaradılmışdır və innovativ xarakterli dövlət orqanı olmaqla Azərbaycan Respublikası Prezidentinin təşəbbüsüdür. Onu da qeyd etməliyəm ki, çox doğru qeyd etdiniz ki, bu orqan bilhassa vahid məkandan müxtəlif dövlət orqanlarının müxtəlif xidmətlərinin göstərilməsi prinsipinə əsaslanır. Yəni, vahid məkan prinsipi bu dövlət orqanının fəaliyyətinin əsasında dayanır. Və vahid məkandan dövlət orqanlarının göstərilməsi üzrə mexanizmin məhz Azərbaycan modelini özündə əks etdirir. Bizim dövlət orqanının, agentliyin əsasnaməsi bilavasitə hüquqi məzmununa görə buna oxşar dünya təcrübəsində olan orqanlarından fərqlənir və bu köklü surətdə fərqlənir və hesab edirəm ki, sizin sualınıza bəlkə də ilkin cavab olaraq qeyd etməliyəm ki, əsas uğur, yəni bütün bu qısa müddətdə uğurlu işlərin aparılması və quruculuq işlərinin əsas hissəsinin göstərilməsində əsas vacib amil məhz bu əsasnamədə əks olunmuş hüquqi, formal münasibətlərin və həmin o müddəalarda təsbit olunmuş həmin strukturun çox uğurlu şəkildə əks olunması olmuşdur. Deməli, Dövlət Agentliyində müvafiq Asan Xidmət Mərkəzi çərçivəsində 9 dövlət orqanı təmsil olunur. Onlardan tutaq ki, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Miqrasiya Xidməti və digərləri. Yəni, agentliyin özündə onlar təmsil olunur. Onlar Asan Xidmət Mərkəzi çərçivəsində təmsil olunurlar. Yəni, onlar nümayəndəsi orada tamamilə doğrudur. Və oturub işləyirlər. Bəli. Və orada həmin o 23 adda xidmətin vətəndaşlara təqdim edən məmurlar qismində məhz həmin adları çəkilən və ümumi sayı 9 olan dövlət orqanlarının nümayəndələri çıxış edirlər. Dövlət Agentliyi isə bu işi təşkil edir, onun əlaqələndirməsini təmin edir, qiymətləndirmə və nəzarətini həyata keçirir. Azad müəllim, onu da demək olarmı ki, Əli Məmməd bəyin bayaq elə son cümləsində o səslənən bir təklif var idi ki, yaxşı olardı ki, digər dövlət qurumları da buradan bir təcrübə mübadiləsi olaraq gəlsinlər, baxsınlar, xidmətlər necə göstərilmə. Amma əgər onların nümayəndələri orada oturursa, demək artıq onlar bu ab-havanı, necə deyim, götürüb, elə nazirliyin öz işlədikləri qurumların digər regionlara xidmətlər göstərilən zaman istifadə edə bilərlər o innovasiyalarda. Yoxsa yox? Qeyd etməliyəm ki, əslində bu uğur
Dövlət Agentliyi ilə yanaşı, eyni zamanda orada təmsil olunan dövlət orqanları ilə həyata keçirilən və qurulan əməkdaşlığın da nəticəsində əldə olunmuşdur. Və qeyd etdiyimiz kimi bizim agentliyimiz, o cümlədən onun Asan Xidmət Mərkəzi bütün şəxslərə, mülki cəmiyyətin fəallarına, QHT-lərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqdır. İstədikləri zaman sərbəst şəkildə gəlib, burada göstərilən xidmətin keyfiyyəti, onun prosedur baxımından özəllikləri və eyni zamanda orada göstərilən xidmətlə bağlı müvafiq şəxslərin elmi potensialı, onların praktiki potensialı ilə tanış ola bilərlər və bu baxımdan hesab edirəm ki, o həmin göstərilən 9 dövlət orqanı tərəfindən xidmətlər və bilavasitə Dövlət Agentliyi ilə birgə aparılan bu işlər nəticədə mən çox sevinirəm ki, mülki cəmiyyətin nümayəndəsi tərəfindən belə təqdir olunan müvafiq məqamları özündə ehtiva edir və bu iş əlbəttə ki, məhz bu səpkidə davam etdiriləcəkdir və qeyd etdiyim həmin o qarşılıqlı nisbət bir tərəfdən Dövlət Agentliyi, digər tərəfdən isə 9 dövlət orqanı və onların keyfiyyətlə müvafiq xidmətləri həyata keçirən məmurlarının birgə işi bundan sonra da hesab edirəm ki, vətəndaşların məmnunluğuna, onların yeni tərzdə dövlət xidmətlərinin qəbul edilməsi ilə bağlı o mədəniyyətin aşılanmasının subyektinə çevrilməsinə və ən başlıcası isə elektron xidmətlərin geniş şəkildə tətbiqinə rəvac verəcəkdir, zəmin yaradacaqdır. Digər tərəfdən isə Asan Xidmət Mərkəzinin fəaliyyətinin əsasında dayanan həmin o 4 prinsip, yəni operativlik, şəffaflıq, rahatlıq və etik davranışın tam şəkildə vətəndaşlara münasibətdə nümayiş etdirilməsinə və nəticədə də qeyd etdiyimiz kimi onların məmnunluğuna səbəb olacaqdır. İndi Bakıda hələ ki, Bakının 3 rayonu əhatə olunub bu cür xidmətlərlə. Başqa rayonda yaşayanlar indi həsrətlə yəqin baxırlar ki, bəs bizdə nə vaxt belə mərkəzləri yaranacaq? Nə deyə bilərsiniz bu barədə? Müəyyən planlar artıq konkret yəqin ki var. Hansı yaxın zamanda deyək ki, hansı rayonda açıqlaya bilərsinizmi bizə? Sizin verdiyiniz sualla bağlı onu tamaşaçıların diqqətinə çatdıra bilərdim ki, hazırda qeyd etdiyiniz kimi 3 rayon əhatə olunur. Yəni 29 dekabr 2012-ci ildə bizim Dövlət Agentliyinin İnzibati binası və Asan Xidmət Mərkəzinin inaugurasiyası keçirilmişdir və inaugurasiya mərasimində Azərbaycan Respublikasının Prezidenti iştirak edib öz tövsiyə və tapşırıqlarını vermişdir. 15 fevral yanvar üzr istəyirəm, deməli 2013-cü il tarixindən etibarən isə bu xidmətlər Nəsimi və Nərimanov rayonunun sakinləri olan vətəndaşlarımıza göstərilir. 11 fevral tarixindən etibarən isə Binəqədi rayonunun sakinləri olan vətəndaşlara da artıq bu xidmətlər göstərilməkdədir və cəmi 3 rayondur. Lakin tezliklə bu deməli daha bir neçə, 3-4 sayda Bakıda Asan Xidmət Mərkəzlərinin açılması planlaşdırılır ki, bundan əlavə region çərçivəsində, yəni digər region şəhərlərində də belə bir Asan Xidmət Mərkəzlərinin açılması planlaşdırılır. Növbəti böyük şəhərlərimiz qismində Sumqayıt və Gəncə şəhərlərində Asan Xidmət Mərkəzləri fəaliyyətə başlayacaqlar. Hesab edirik ki, vətəndaşların mümkün qədər az potensial enerji itkisi ilə bu xidmətlərdən yararlanma bilməsi eyni zamanda onun əlçatanlığını deməli ortaya qoymağa və bu prinsipə nail olmağa imkan yaradır. Lakin bildiyiniz kimi pilot layihədən sonra isə əsasnaməmizə uyğun olaraq qeydiyyatından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları bu xidmətlərdən istənilən mərkəzdə yararlanmaq deməli imkanlarından istifadə edə biləcəklər və hesab edirik ki, bu say, yəni bizim xidmət göstərəcəyimiz vətəndaşlarımızın sayı tez bir zamanda yaxın gələcəkdə artacaqdır. Fürsətdən istifadə edərək qeyd etməliyəm ki, 15 yanvar tarixindən bugünə kimi keçən 35-37 gün ərzində artıq biz 18 mindən çox vətəndaşa müraciətini qəbul etmişik və onların xidmətləri ilə bağlı dövlət orqanlarının, təmsil olunan dövlət orqanlarının yaxın iştirakı ilə onların məmnunluğuna nail olmuşuq. Hesab edirəm ki, bu rəqəm də tezliklə çox sürətlə artacaqdır. Çox sağ olun, Azad müəllim. Bir sualım da mümkündürsə, xahiş edirəm, cavablandırın. Çox yaxşı olardı ki, heç olmasa qısaca bir daha siz sadalayasınız. Hansı növ xidmətlər vətəndaşlarımız üçün bu maraqlıdır? Elə adlarını çəksəz kifayətdir. Bir də ki, o 3 rayonda yaşayan Azərbaycan, Bakı sakinləri, deyək ki, kiminsə xəbəri yoxdur heç bu xidmətlər haqqında. Yenə də gedib müvafiq dövlət orqanına müraciət etsə, onlara xidmət göstəriləcəkmi? Yoxsa onlara deyiləcək ki, yox, artıq siz Asan Xidmət Mərkəzi tərəfindən ora müraciət etməlisiniz.
Mən istərdim sizin sualın ikinci hissəsindən başlayaraq cavablandırım. Asan xidmət mərkəzində göstərilən xidmətlər bir növ alternativ xarakter daşıyır və ənənəvi xidmət deməli məkanları da öz qüvvəsində qalır. Vətəndaş seçim hüququna malikdir. Ona görə müvafiq seçimə uyğun olaraq vətəndaşlarımız eyni zamanda Asan xidmət mərkəzinə də müraciət edərək onun çərçivəsində 9 dövlət orqanı tərəfindən göstərilən 23 xidmətlə bağlı öz müraciətlərini edə bilərlər və həmin o 23 xidmətə məsələn doğumun qeydə alınması, nikahın qeydə alınması, ölümün qeydə alınması, ata adının, soyadının dəyişdirilməsinin qeydə alınması, bundan başqa ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, məhkumluq haqqında arayışların verilməsi, arxiv və notarial fəaliyyətlə bağlı müvafiq xidmətlərin göstərilməsi, eyni zamanda müvəqqəti və daimi yaşamaqla bağlı yaşama icazələrinin alınması ilə bağlı sənədlərin təqdim olunması bu 23 xidmət sırasındadır. Böyük məmnuniyyətlə fürsətdən istifadə edərək mənim vətəndaşlarımızı bizim həm veb səhifəmizdən, yəni www.asan.gov.az saytına müraciət etmələrinə və ya bizim interaktiv dialoqumuzda iştirak etmək istəyirlərsə, bu zaman bizim Facebook səhifəmizə öz suallarını ünvanlamağı xahiş edərdim və çox belə xoş bir xəbəri də bildirmək istərdim ki, bugünə bizim Facebook səhifəmizi bəyənən vətəndaşlarımızın sayı artıq 10 minə çatmışdır. Bu da çox qısa bir müddətdə bizim vətəndaşlarla apardığımız maarifləndirmə və məlumatlandırma kampaniyasının bir tərkib hissəsidir və biz sosial şəbəkələrin potensialından geniş şəkildə istifadə edirik və ona görə vətəndaşlarımızın daha da geniş şəkildə məlumatlar olması, onların öz hüquq və azadlıqları barədə tam təfsilatlı məlumatları, bilgiləri əldə etməsi və beləliklə də Asan xidmət mərkəzlərinin onlara təqdim edəcəyi bütün o üstünlüklərdən yararlanmalarına belə deyək, nail olmaq üçün onların istər bizim sosial şəbəkələrimizdə iştirak edərək bu məlumatlandırma kampaniyasında fəallıq göstərmələrini, eyni zamanda bizim Asan xidmət mərkəzi çərçivəsində pulsuz olaraq təqdim etdiyimiz broşur və digər bukletlərdən istifadə etmələrini tövsiyə edərdim və hesab edirəm ki, biz davamlı surətdə maarifləndirmə və məlumatlandırma kampaniyasını aparmalıyıq ki, vətəndaşlarımız istər müvafiq dövlət xidmətləri, istər də onlarla bağlı xidmət və ya bilhassa rüsumların ödənilməsi ilə əlaqədar dəqiq, səhih məlumatlara malik olsunlar. Çox sağ olun, Azad müəllim. Zaur müəllim, istərdim ki, siz də bir təəssüratlarınızdan bölüşəsiniz. Yəqin ki, siz də bu prosesləri monitorinq edirsiniz. Asan xidmət mərkəzləri bizə nəyi göstərdi? Dövlət xidmətlərinin göstərilməsində problem ahalidə deyil. Problem sistemdədir. Nəyi nəzərdə tutursunuz? Problem heç məmurda da deyil. Və siz düşünün, siz Sabit müəllim getmişsiniz, siz yaxınlaşdınız Asan xidmət mərkəzinə, pəncərənin arxasında siz Daxili İşlər Nazirliyi məmurunu görmürsünüz. Siz hamı kimi uniforma geyilən Asan xidmət mərkəzinin əməkdaşını görürsünüz. Düzdür? O sizi öz stol arxasında deyil, müvafiq xidməti pəncərəsi qarşısına qarşılır. Yəni sistem var. Və o sizi digərindən əvvəl və digərindən sonra qəbul etmək ixtiyarı yoxdur. Çünki əlinizdə talon var, növbə talon var. Yəni sistem elə qurulub ki, siz Asan xidmət mərkəzinin proseduru və əməkdaşı ilə işləyirsiniz. Yəni sistem şərtləri burada yaradılıb. Və mən düşünürəm ki, bu əslində Azərbaycan irəliliyində çox yaxşı bir yenilik oldu və göstərdi ki, sistem qurulduqda bizim məmurlar da və bizim vətəndaşlar da ədalətli və düzgün sistemdə doğrudan da rahat işləyə bilirlər və çox normal xidmət göstərirlər. Yəni mən düşünürəm ki, bu əslində bir sınaq olacaq bizim belə deyək, yeni idarəetmə modellərini mənimsəməyimiz üçün, bürokratik dövlətdən qaçmağımız üçün, daha açıq hökumət və daha açıq dövlət orqanları sistemində keçidimiz üçün düşünürəm ki, çox yaxşı bir təcrübə olacaq. Bu çox vacib məsələdir. Yəni sistem olduqda vətəndaşlar da bu sistemdən çox rahatlıqla iştirak edir. Azad müəllim yəqin təsdiqləyir. Mən özüm də orada monitorinq aparmışam. Biz orada elə bir problem görmədik. Nə növbədən yayınan var idi, nə səs-küy salan var idi adətən. Və eyni zamanda biz məmurlarda da başqa bir davranış görmədik. Yəni, Asan xidmət mərkəzləri və agentliyin də fəaliyyəti əslində, belə deyək, bütün dünyada çoxdan geniş tətbiq olunan yeni idarəetmə modellərinin Azərbaycanda mənimsənilməsidir. Bu sistem bizim üçün bir nümunə olacaq, o belə bir mayak olacaq. Yəni, biz hansı istiqamətdə irəliləyə biləcəyimizi bu sistemin timsalında görə biləcəyik. Və mən inanıram ki, yəqin ki, Azərbaycanda digər dövlət orqanlarında da bu sistem, yəni bu tipli sistemlər tətbiq olunacaq. Yəni MDB-də artıq bu təcrübə var idi. Qazaxıstanda tətbiq olunmuşdu, Rusiyada tətbiq olunmuşdu, Gürcüstanda ədliyyə evləri yaradılmışdı və nəhayət bizdə yaradıldı. Yəni biz Azərbaycan modelindən danışa bilərik və belə deyək, indiyə qədər ki, keçən dövr göstərir ki, Azərbaycan modeli
yəni özünü təsdiqləyir. Ən az Azərbaycan reallığında özünü təsdiqləyir. Yəni hardasa optimal bir yanaşma tapılıb. Xidmətlərin yenidən təşkili məsələlərinə də baxmaq olar. Yəni xidmətlərin müddətlərinin qısaldılmasına və orada göstərilən hər bir xidmət üçün fərdi keyfiyyət standartlarının müəyyənləşdirilməsinə. Məsələn, Rusiyada bu təcrübə var. Moskva şəhərində siz ünvanlı sosial yardım almaq istəyirsinizsə, yaxınlaşırsınız və 45 dəqiqə ərzində sizə tam sikl xidmət göstərməlidir. Göstərməsələr bu artıq, belə deyib, inzibati qanun pozuntusu hesab olunur. Mən bircə dəqiqə burada məcburam sözünüzü kəsim, üzr istəyirəm. Hörmətli tamaşaçılar, bizdən ayrılmayın, söhbətimiz davam edəcək. Hörmətli tamaşaçılar, söhbətimiz davam edir. Zaur müəllim, buyurun. Bu xidmət özünü doğruldacaq və digər dövlət orqanları üçün nümunə olacaq və hər halda biz belə görmək istəyirdik və doğrudan da biz gözləntilərimizin böyük bir əksəriyyəti burada öz əksini tapdı. Mən bir neçə qısa olaraq agentliyin fəaliyyəti barədə də danışmaq istəyirəm. Biz bu layihə çərçivəsində agentliyin əsasnamə layihəsini hazırladıqda biz yəni öz tərəfimizdən bizim baxışımız belə idi ki, bu agentliyə elə bir funksional imkanlar yaradılmalıdır. Belə bir hüquqi status verilməlidir ki, siz dediyiniz kimi bunun qarşısında duran nəhəng vəzifələri icra edə bilirsiniz. Və biz indi təsdiq olunmuş əsasnaməyə və onun funksional imkanlarına baxdıqda biz görürük ki, agentliyin real səlahiyyətləri və real funksional imkanları var. Yəni, real iş olarsa müəyyən nəticələr ortaya qoymaq mümkün. Yəni, agentliyin hüquqi statusu, funksional imkanları onun qarşısında duran vəzifələri və cəmiyyətin gözləntilərini həll etməyə və ona cavab verməyə imkan verir. Və bu bizi çox sevindirir. Çünki Azərbaycanda bir çox innovasiyalar olur və bir çox innovativ təşəbbüslər olur. Məsələn, dövlət qurumları, komitələri yaradılır. Amma onlar elə bir, onları biz təhlil etdikdə funksional imkanlarla, hüquqi statusdan görürük ki, yox, bu boş sözdən başqa bir təsir bağışlamır. Çünki bunun real səlahiyyətləri yoxdur və ya funksional imkanlar o qədər məhduddur ki, heç o vəzifələrin öhdəsindən gələ bilməyəcək. Amma agentliyin timsalında biz bunun əksini gördük. Və bu da bizi çox sevindirir və biz ümid edirik ki, agentlik öz səlahiyyət və funksiyalarından cəmiyyətin gözləntilərinə uyğun bir həddə və dərinlikdə istifadə edəcək. Çox sağ olun, Zaur müəllim. Azad müəllim, yenidən sizə sualla müraciət etmək istərdim. Agentliyin adında vətəndaşlara xidmət və sosial innovasiyalar sözləri var. Bu sosial innovasiyalar, yəni gələcəkdə nəsə yenə də bir gözləmək olarmı? Hansısa yeni, başqa bir innovasiya. Yəni, elə bir şey planlaşdırırsınızmı? Yoxsa ki, hələ bu məsələləri əhatə edib ondan sonra bu barədə düşünəcəksiniz. Yəni, siz çox maraqlı bir məqama toxundunuz. Bəli, həqiqətən də Dövlət Agentliyinin adında bu iki komponent öz əksini tapır. Bir tərəfdən vətəndaşlara xidmət, digər tərəfdən isə sosial innovasiyalar burada qeyd olunur və əlbəttə ki, burada məhz sosial yönümlü innovasiyalardan söhbət gedir. Başqa sözlə, vətəndaşların bu və ya digər maraqlarına xidmət edəcək, onların həyatını, o həyat fəaliyyətləri zamanı bu və ya digər xidmətdən yararlanmaq üçün müraciət edə biləcəkləri xidmətlərlə bağlı asanlaşdırmalardan, sadələşdirmələrdən və bu məqsədlə həyata keçirilən innovativ prosedurlardan söhbət gedir və qeyd etdiyimiz kimi öz-özünə Dövlət Agentliyi innovativ xarakter daşıyır. Hazırda Dövlət Agentliyi elektron xidmətlərin geniş şəkildə tətbiqi ilə bağlı müvafiq fəaliyyəti üzrə də səlahiyyətləndirilmişdir və hesab edirik ki, müvafiq dövlət orqanları tərəfindən nəzarət olunan məlumat bazalarının elektronlaşdırılması, bu elektronlaşdırmanın müvafiq standartlara uyğun şəkildə təmin edilməsi, eyni zamanda onların düzgün idarə olunması və həmin 9 dövlət orqanı və digərlər arasında həmin işləkliliyin təmin olunması öz-özlüyündə yeni bir çevikliyi də təmin edəcəkdir. Yəni, bu yalnız məkan baxımından deyil, eyni zamanda xidmətlərin elektronlaşdırılması baxımından da belə bir çevikliyə imkan yaradacaqdır və bildiyiniz kimi elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı qaydalar mövcuddur və hazırda pilot layihə həyata keçirilir və bu pilot layihə çərçivəsində artıq Arxiv İdarəsi və Vergilər Nazirliyinin elektron xidmətlərinin qiymətləndirməsi aparılmışdır. Hazırda Gömrük Komitəsi çərçivəsində göstərilən elektron xidmətlərin bilavasitə araşdırılması, qiymətləndirməsi həyata keçirilir. Bundan sonra isə biz əlbəttə ki, yekunları ictimaiyyətlə bölüşəcəyik və digər artıq elektron xidmətlərinin qiymətləndirilməsi nəzərdə tutulan dövlət orqanlarının da siyahısı ictimaiyyətə açıqlanacaqdır. Hesab edirik ki, bilavasitə elektron xidmətlərin geniş şəkildə tətbiqi həm vaxt baxımından,
həm maddi nöqteyi nəzərdən, eyni zamanda fəaliyyətin və qarşılıqlı əlaqələrin çevikliyi baxımından məhz innovativ bir yanaşmanı özündə əks etdirəcəkdir. Bu baxımdan Dövlət Agentliyi tərəfindən hazırda çox davamlı işlər aparılır və hesab edirik ki, bunların tətbiqi və eyni zamanda gələcəkdə məsələn səyyar xidmətin göstərilməsi bu kimi çox qabaqcıl bir təcrübəni özündə əks etdirəcəkdir. Fürsətdən istifadə edib tezliklə bizim səyyar xidmətlərimizin də vətəndaşlara münasibətdə tətbiq edəcəyimizi bildirmək istərdim. Səyyar xidmət dedikdə məhz bu xidmətlərin vətəndaşların ünvanına gətirilməsi nəzərdə tutulur. Başqa sözlə bu və ya digər səbəbə görə vətəndaş əgər bizim asan xidmət mərkəzlərinə gələ bilmirsə, bu zaman biz böyük məmnuniyyətlə həmin xidməti onların ünvanına çatdırırıq. Bu da innovativ xarakterlidir. Mən sizin mərkəzdə olarkən bir modeli gördüm. Siz qeyd etdiyiniz bu mobil xidmətlərin həyata keçirilməsinə yönəlmiş bir avtobus şəklində sanki bir... Trak şəklində, bəli. Trak şəklində, bəli. Yəni artıq sifarişlər verilibmi? Belə bir qurğunun hazırlanmasına və s. Əslində çox praktiki bir sualdır bu. Kabinlər olacaq, orada nə bilim bölmələr olacaq. Bu kifayət qədər mürəkkəb bir həm avadanlıqdır, həm də ki sonra bu avtomobilin, böyük avtomobilin rayonlara səyahətə çıxması mı nəzərdə tutulur, yoxsa necə? Deməli, səyyar xidmətin əsas qayəsi və onun göstərilməsinin əsas məqsəd bir tərəfdən əgər təbliğatımızın aparılması və əhalinin hər bir nümayəndəsinə belə bir xidmətin olması, belə bir mərkəz çərçivəsində bu xidmətlərin asanlıqla vətəndaşlara təqdim edilməsi məlumatının tam şəkildə çatdırılmasıdırsa, digər tərəfdən istənilən ucqar bir nöqtəyə bu xidmətlərin daşınmasıdır. Və çox doğru buyurdunuz ki, bu səyyar belə deyək, treklər vasitəsilə bu xidmətlər vətəndaşların sərəncamına veriləcəkdir və istənilən şəhər və kəndə, rayona bu xidmətlərin təqdim edilməsi nəzərdə tutulur. Əlbəttə ki, bunun texniki tərəfi kifayət qədər təhlilə ehtiyacı vardır. Belə ki, müvafiq dövlət orqanlarının həm nümayəndələri, eyni zamanda müvafiq məlumat bazalarının bu avadanlıqların maşın çərçivəsində yerləşdirilməsi, daşınması, bəli, mobil, yəni səyyar xarakterli olması və onlardan lazımi şəkildə istifadə etmə bacarmaları öz-özlüyündə bu xidmətin uğuruna gətirib çıxaracaqdır. Lakin onun əlbəttə ki, prinsipal tərəfləri artıq öz həllini tapmışdır və hesab edirik ki, tezliklə onun praktiki, texniki tərəfləri də tam şəkildə həllini tapacaqdır və qeyd etdiyiniz kimi, bəli, həqiqətən də istənilən ucqar nöqtəyə, istənilən ucqar kəndimizə bu xidmətlər çatdırılmaqla biz məlumat kampaniyamızı, maarifləndirmə kampaniyamızı da genişləndirmiş olacaq. Digər tərəfdən isə bu xidmətlərin biz vətəndaşların ünvanına belə çatdırmaq məramına çatacaq. İnsanlara həmişə müxtəlif sənədlər lazımdır. Hansısa arayış və ya qeydiyyat. Həmişə də bu sənədlər olduqca təcili əldə edilməlidir. Sənəd üçün tələb olunan rüsumu ödəməlisən. Surətlərini təsdiq etdirməlisən. Rəis imza atmalıdır. Əgər yaşadığın yerdə qeydiyyatda deyilsənsə, ölkənin müxtəlif yerlərində olan idarələri gəzməli olursan. İş günləri olmayanda isə gözləməlisən. Artıq sənə lazım olan bütün xidmətlər bir arada olacaq. Bir məkanda və həftənin istənilən günündə. Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi. Asan xidmət. Xüsusi qeyd edəcəyiniz bir şey varsa, tamaşaçılarımıza çatdırmaq istədiyimiz nəsə qalıbsa, Əli Məmməd müəllim, buyurun. Mən ilk növbədə əlbəttə ki, bizə bu layihənin həyata keçirilməsində dəstəyə görə Avrasiya Əməkdaşlıq Fonduna təşəkkür edirik ki, onlar bu imkanı yaratdılar ki, biz dövlət orqanları tərəfindən həyata keçirilən pullu xidmətlərin həm idarə edilməsi, həm orada şəffaflığın artması, keyfiyyətin artması ilə bağlı bir layihəni həyata keçirdik. Müəyyən tövsiyələrimizi, təkliflərimizi yeni yaradılmış quruma verdik, təqdim etdik. Onlar tərəfindən də bir çoxları nəzərə alındı. Bu proses davam etməkdədir. Hal-hazırda bizim bir həmin agentliyə bir təklifimiz də ondan ibarətdir ki, bu agentliyin yanında bir
qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin ictimai şura yaradılsın. Yəni bu prosesdə fəal surətdə. Çünki qiymətləndirməni həyata keçirmək həmin agentliyin əsas funksiyalarından biri olmaqla yanaşı, mən hesab edirəm ki, eyni zamanda kənar qiymətləndirməni də həyata keçirmək mümkün. Vətəndaş cəmiyyəti bu prosesə aktiv surətdə daxil olmalıdır. Bu nəyə gətirib çıxardır? Bu eyni zamanda həm də xidmətlərin dairəsinin daha da genişləndirilməsinə və standartların daha da təkmilləşdirilməsinə gətirib çıxarda bilər. Çünki hazırda bir sıra və yaxud danışdığınız perspektiv inkişafla bağlı biz hesab edirik ki, mövcud xidmətlərin göstərməsi ilə bağlı mövcud müddətlər xeyli dərəcədə böyükdür. Biz hesab edirik ki, burada eyni zamanda xidmətlərlə bağlı kağızlardan hələ çox geniş istifadə olur. Kağızsız dövriyyə prosesinə keçmək lazımdır. Bu da çox vacib olan məsələdir. Həm bu bir tərəfdən vaxta qənaətini daha da artıracaqdır. Eyni zamanda ətraf mühitə təsirin azalmasına gətirib çıxacaq, ekoloji baxımdan. Yəni bu da çox vacib olan məqamlardan biridir. Eyni zamanda biz hesab edirik ki, xidmətlərin çeşidi artmalıdır. Yəni bir çox xidmətlər var ki, bu günləri müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilir. Təbii ki, bu davam edə bilər. Amma eyni zamanda bu xidmətlərin bir çoxu da bəzi xidmətlər də verilməlidir. Yenidən bu asan xidmətlərə verilməlidir. Nə qədər həm xidmətlərin çeşidi çoxalacaqsa, həm də keyfiyyət artacaqsa. Çünki Azərbaycan Respublikası Prezidenti də xüsusi olaraq vurğuladı. Biz elektron xidmətə keçid daha da sürətdir. Və eyni zamanda paralel olaraq o data bazaların inteqrasiyası vacib olan məsələdir. Bu günləri bununla bağlı müəyyən problemlər vardır. Ona görə də o kağızsız dövriyyə prosesinin sürətləndirilməsinə bir qədər mane olur. Bax, bu prosesdə sürətləndirməyə ehtiyac vardır və əminəm ki, əsas məsələ o hədəfin düzgün müəyyənləşdirilməsi və bu istiqamətdə olan fəaliyyətlər həm də ona imkan verəcək ki, bu agentlik getdikcə də öz xidmət arealını daha da genişləndirəcəkdir və eyni zamanda yeni innovasiyaların tətbiq edilməsi onun əsas funksiyalarının biri. Bu daha da genişlənəcəkdir. Həm də bu prosesdə vətəndaş cəmiyyəti iştirakı daha da genişlənəcəkdir. Çünki bunun əsas məqsədi, bayaqları bir fikir səsləndi, bunu xüsusi olaraq dedim. Dövlət orqanlarının əsas vəzifəsi ondan ibarətdirsə, vətəndaşlara keyfiyyətli xidməti təmin etmək, vətəndaşların hüquqlarına təminat vermək. Yəni, bu əsas devizi götürüb bu agentlik və hesab edirəm ki, bu devizin daimi olaraq hər zaman reallaşması üçün əlbəttə ki, fəaliyyətlər qarşılıqlı olaraq davam etməlidir və biz hər zaman vətəndaş cəmiyyəti olaraq bu prosesdə, bu fəaliyyətdə agentliyə dəstək verməyə hazırıq, dəstəyimizi nümayiş etdirməkdə davam edəcəyik və birgə qarşılıqlı fəaliyyətlər hesab edirəm ki, həm də qarşıda duran vəzifələrin daha uğurlu həyata keçirilməsinə, yeni hökumət modelinin daha uğurlu tətbiq edilməsinə də əlavə imkanlar verəcəkdir. Çox sağ olun, Əli Məmməd müəllim. Hörmətli və müzakirə iştirakçıları, mən hamınıza təşəkkürümüzü bildirmək istərdim. Eyni zamanda bu verilişin sponsoru Avrasiya Əməkdaşlıq Fonduna təşəkkürümüzü bildirmək istərdim. Və son olaraq, hörmətli tamaşaçılar, Allah bizə nəsib eləsin ki, yaxın zamanlarda hamımız bu xidmətlərdən istifadə edə bilərik. Doğrudan da gözəl bir iş həyata keçib, doğrudan da vətəndaşların marağına 100% uyğun olan bir dövlət xidmət mərkəzi yaranıbdır. Yenə də təkrar edirəm, arzu edək ki, yaxın zamanlarda bütün vətəndaşlarımız belə xidmətlərdən istifadə edə biləcək. Yeni görüşlərə qədər sağ olun.